Bəli. Hə, niyə baxmıram? Baxarım. Salam müəllim, necəsiz? Axşamınız xeyir. Sadiq, səni xoş gördük də. Sən dərsə Xoş gördük. başlamısan? 100% müəllim, ayıb olar ki. Bax. Özümün piçəyim çayım yanında qoşulmuşam, dəftər kitabım da qabağımda. Lap gözəl, sevindim. Çox sağ olun. Bir dəqiqə, 4-ə indi baxıram uşaqlar. Dördüncü sual. 1 minus kosinus x bölünsün x'in kvadratı. Bunu iki qaydada həll eləmək olar, dostlar. Deməli, biz trigonometriyada bu bucağı nə vaxt tək görsək, iki misli ilə fikirləşirik. 1 çıx kosinus 2x, bu bizə tanışdır da. 1 çıx kosinus 2x bizə nəyi verir? Fatimə, sənin sualın idi. Qaytar görün, 1 çıx kosinus 2x nəyi verir? Nə dediniz müəllim? 2 dənə sinus kvadratı x bölü 2 olacaq da. Bir dənə sinus kvadratı x-i verir. Onda 1 çıx kosinus x nəyi verir bizə? 2 dənə 1 sinus çıx kosinus 2 dənə sinus kvadratı x bölü 2. x bölü 2. Gətirib yerinə yazacağım. Limit x yaxınlaşır 0-a. 2 dənə sinus kvadratı x bölü 2. Bölünsün x-in kvadratı. Bunu da sənin üçün biraz gözəl formada yazıram. 2 dənə sinus x bölü 2 vurulsun sinus x bölü 2. X kvadratında x vur x kimi yazıram bu şəkildə. Buranın cavabı bizdə 2-də 1. Buranın cavabı bizdə 2-də 1. 2 vur 2-də 1 vur 2-də 1. Bu da bizdə eləyir 2-də 1. Və ya Müəllim, mən bir yazmışam. Sadəcə cavabda B çıxıbdı. Buna görə səhv alın. Mən də 2-də 1 tapmışdım. B verilir. Bəli, ola bilər, səhv edir. 1 çıx kosinus x bölünsün x-in kvadratı. İkinci qayda. 0-ı gətirib qoydun yerinə. Gördün 0 böl 0-dır. Burada gəlir l'hopital. Sürətin törəməsi bölünsün məxrəcin törəməsi. Ən yaxşı yol, ən qısa yol. X kvadratın törəməsi 2x. 1-in törəməsi 0. Mənfi kosinus x-in törəməsi sinus x. Sinus x böl x bizdə 1-dir. Cavab oldu 2-də 1. Yəni, cavab 2-də 1-dir hər halükarda. D variantı. Orada cavabda səhv verilir. Əgər B verilirsə. Aha, bəli, aydın. Sonra 22 müəllim. Müəllim 18-ə baxa bilərik. bəli. 18 məndə də var. 18. Kökaltı ifadə görən kimi qoşmasına vurun və ya yenə deyirəm, əgər l'hopital varsa vaxt itirməyə dəyməz. 0-ı gətirib yerinə qoysaq görəcəksiniz ki, sürət də 0 edir. Məxrəc də 0 edir. Onda l'hopital qaydası sürətin törəməsi bölünsün məxrəcin törəməsi. Sinus x-in törəməsi bizdə kosinus x-dir. 2-nin törəməsi getdi. Müəllim, olar bir şey soruşum. Bəli. L'hopital ancaq 0 böl 0-da olur. Yəni, məsələn, sonsuzluq böl sonsuzluqda l'hopital işlədə bilərik. Bəli, olar. Bu ikisinin ikisində də l'hopital istifadə eləmək olar. Başa düşdüm. Kosinus x sürətin törəməsi. Biz bilirik ki, kök altında x-in törəməsi 1 bölünsün 2 dənə kök altı x. Kök altı x plus 4-ün törəməsi 1 bölünsün 2 dənə kök altı x plus 4. Və salam, yapışdır yerinə 0. 0-ı qoysan yerinə, yenə 0 böl 0 yaranırsa, yenə l'hopital eləməlisin. 0-ı qoysan yerinə, kosinus 0, 1 bölünsün 2 dənə, kök altıda 4. Kosinus 0, 1'di bilirsiniz. Buradan cavab olur 4'də 1. Yəni cavab. Və ya uşaqlar, kök altı ifadə görən kimi qoşmasına vurun. Və ya ikinci yol qoşmasına vurun. X yaxınlaşır 0-a. Kök altında x plus 4 minus 2-ni vuraq qoşmasına.
plus 2'ye. Aşağıdakini də bura qoşmasına. X plus 4 plus 2. Burada qoşmasına. Sürət bizdə elədi. Birincinin kvadratı x plus 4 çıxılsın ikincinin kvadratı 4. Bölünsün aşağıdakı sinus x kök altında x plus 4 plus 2. Buradan 4'lər getdilər. Bax burada dostum sinus x böl sinus x. Bura 1'di bizdə. Qaldı bu 1 bölünsün kök altında x plus 4 plus 2. İndi x 0'a yaxınlaşır. 0 qoysan yerinə cavab elədi 4'də 1. 2 alda ikisində də. Aydındır? Bəli, müəllim. Lap gözəl. Getdik sonra. 22. 22. 22. Ha, Hüseyin sen de buradasın dostum. Nerede Bəli, fırsat dedim, sana? dedim gün qoşdum da mənim. Çoxdan da girmirəm. Fərqliliyoruz. Ha. Deməli, bütün dərslərimizə qoşulmayan nə qədər şagird var qoşulub, nə gözəl. Özdə hamısı da yaxşı şagirdlərdir, amma hamısı da qoşulub. Deməli, limit x yaxınlaşır 1-ə. Burada deyən cavab səhvdir müəllim. Dostum, gəl bir qoyaq yerinə. Görək 0 alınırsa, keçək də şeyə. Loptala keçək də. 0 eləyir. 0/0 edir. Ha, onda loptala keçək geçsin də heç sadələşdirməyək. Loptala keçməkdənsə sadələşdirək də mənim. Loptala Sad- Daha Amma o rahat kötü olur. olur mənim. Belə pis olur. Yo, sadələşdirim. Hayır. Sürətin törəməsi 2x, məxrəcin törəməsi, bunun törəməsi getdi, 1 bölünsün 2 kök altında x. Bu vəssalında qalxdı yuxarıya, oldu 4 dənə x kök altında x. Axı sadələşdirmək bundan rahat deyil. 1 qoysan yerinə eləyər 4. Sadələşdirəndə müəllim x çıx 1 x plus 1 sonra da x çıx 1'i də açacağıq da x kök altında Bəli. x çıx 1 x plus 1. Bəli, mən baş düşdüm. Kök x minus 1, kök x plus 1. Bir də Fatimə nə oldu? X plus 1. Bölünsün kök x minus 1. Ha, bununla bu getdi. İndi gətir 1 qoy yerinə. Yaxşı. Mənim 21'e baxardıq ya. 27 var. Neçə dedin dostum? 20 neçə? 21. 27. 21 Həsən. 21'e bir baxın. Deməli, Həsən dostum bura bax. 1-dən n-ə qədər olan ədədlərin cəmi bilirsən də bu nədir? Ədədi silsilə. 1-dən n-ə qədər olan ədədlərin cəmini Sn ədədi silsilədən tap da. A1 üstünə gəl AN, yəni n. Birinci üstünə gəl sonuncu bölünsün 2 vurulsun sayına. Yəni n kvadratı üzərinə gəlsin n bölünsün 2. N kvadratı üzərinə gəlsin n bölünsün 2. Aşağıda da n kvadratı plus 2n plus 5. O 2 düşür dəyir də aşağı. Limit n yaxınlaşır sonsuzluğa. 2 düşür dəyir buna. Olur 2n kvadratı üzərinə gəlsin 4n üzərinə gəlsin 10. Sürətdə qalır n kvadratı plus n. Bilirsən də Həsən biz bunu atmaq qaydasını edirdik. Bəli, bəli. En sonsuzluğa yaxınlaşdı, ən böyüyünü saxla. Qalanlarını at geçsin. Cavab 2'də 1. 2'də 1. Aha, aydındır müəllim, çox sağ olun. Sonra 30 30'dan tez var idi. 27. 27. Hə, gözlənirsən bax. 2023'ü xatırlayıram ki bu sual çoxlarını saxlamışdı. Bura bax. Bizim görkəmli bir bölüm yaraları. görkəmli limitimiz necədir? Bu 1. Baxın. Görkəmli limit yazanda görün, baxın görkəmli limit nəyi araşdırır? Bir ona baxın. Bu görkəmli limit birinci görkəmli limitdir. Mənasını başa düşün, əzbərləməyin. 0 qoyanda yerinə sürət də 0, məxrəc də 0 edir. Biz buna limit mənasında bir kimi yanaşmışıq. Yəni, məsələn, bura bax. Limit x yaxınlaşır 0-a. Sinus 10x bölünsün 10x. Bunun cavabı nədir? 1. Burada nə olursa aşağıda da eynisi olur. Aşağıda
Bizim uşaqların burada səhvi nədən ibarətdir? Var, var sənin sualındır. Uşaqların səhvi nədən ibarətdir? Baba, nə edirlər? Cəmaət nə edir burada? Mənasını tutmadan belə gəlir n-in yerinə sonsuzluq qoyur. 1 böl n. 1 böl sonsuzluq. Hə, deyir 1 böl sonsuzluq müəllim. Limit mənasında 1 böl sonsuzluq sıfırdır. Deyirəm, bəli. Sinus sıfırda alır sıfır. Bəli. Burada sonsuzluqdur. Sıfırı vurub sonsuzluğa sıfır yazır. Qətiyyən olmaz. Sən sinus olanda görkəmli limitlə öyrənmirsən, bax bunu öyrənmirsən. Burada nə olursa aşağıda da enisi olmalıdır. Limit n yaxınlaşır sonsuzluğa. Sinus 1 bölü n varsa aşağıda da 1 bölü n yaradırsan. Özündən məxrəcə 1 bölü n yazmısansa sürətə də yazırsan. Bura bax. Ha, buranı sənin haqqın var. Kəsib nə yaza bilərsən? 1. Bu 7 yeni de 1 bölüne vurarsan. 7 yeni 1 bölüne vuranda 7 üstüne gelinsin. 1'i de 1 bölüne vuranda 1 bölü. Şimdi burada deyirsən en sonsuzluğa yaxınlaşır. 1 böl sonsuzluq 0. Cavab nə qaldı? 7. Sabit ədədin limiti özünə bərabər. Mübarək, gör nəsə başa düşdü. Bəli, müəllim. Çox sağ olun. Bir dənə sual verə bilərəm. Ver. Orada sinusu qabağına 1 böl n bölünsün, 1 böl n hardan yazdıq onu? Mən oranı başa düşmürəm. Bax, dostum, özümüzdən yazdıq bunu. Çünki biz görkəm limiti belə öyrənmişik də. Sinus x bölünsün x bərabərdir 1'ə. Bəli. Burada nə olursa aşağıda da enisi olur. Bax, burada sinus 1 bölü n var, amma aşağısında yoxdur. Özündən yaratdı onu. Hə, məxrəcinə bir də başa düşdüm. Görkəmli limit olsun deyə. Ha, görkəm limiti olsun deyə, bəli. Özün yazdın, bir də sürəti vurursan 1 bölünə. Şurada o da 1'ə bərabər olacaq, lap birinci başdakı. Bunu da açaq. Biraz 7 üstünə gəlsin 1 bölü n. N sonsuzluğa gedir deyə 1 böl sonsuzluq 0'dır limit mənasında. Cavab nə qaldı? 7 qaldı. Başa düşdüm, çox sağ ol. Tamam. 30'a 30. baxa bilərik müəllim. Mən orada 1 alıram. Cavabı da 0 verilib deyəsən. Orada 1 almışam müəllim. 30, baxaq. Sadələşdirmək istəyirsən, yoxsa l'hôpitalla yazmaq istəyirsən? Sadələşdirəndə müəllim yuxarı 2 dənə sinus kvadratı x yazıram. Aşağıda da x vurulsun 2 sinus x, kosinus x. Sinus x'lərin biri gedir, 2'lər də gedir. Yuxarıda sinus x sinus x qalır. Aşağıda da x var da. Onlar 1 eləyir. Qalır 1 bölünsün kosinus x. O da 1 böl 1 yəni şey verir. 1 eləyir. X də 0'a yaxınlaşır, gətirib qoyduğu yerinə. 1 böl 1, bu da eləyir nə? 1. Cavabda 1 verilmir daxil mən biləm. Hə, ola bilər, ola bilər. Bəli, Qavlıqlarda ola bilər, səhvliklər olur, normaldır. Çünki hamısını şifahi şəkildə çıxardıb yazdığım cavablardır, onlarda səhvliklər normaldır. Sonra uşaqlar, sual. 63 var məndə. 42. 42'dən qabaq. Həsən nəsə dediğini eşitmədim. Müəllim deyirdim ki 40'a baxardıq, ben unutmuşam onu. Həll oldu. 40. Tam səthinin sahəsi 24 pi olan silindirin tam səthinin sahəsi törəmənin tətbiqinə aid məsələ həll edir, dedə. Yəqin ki. Tam səthinin sahəsi tam səthinin sahəsi verib sənə 24 pi. Silindirin tam səthinin sahəsi necə tapırlar? Silindirin S tamı tam səthinin sahəsi.
S oturacaqla yan səthinin sahəsinin cəmidir. Tam səthi. Bunu 24 pi veribdir. S oturacaq pi r kvadratıdır. S yan da 2 pi r h-dır. Pi'lərə bölsək, onlar r kvadratı plus 2 dənə rh bərabərdir 24-ə. Bu olar Müəllim, belə. orada 2 pi kvadrat olmur. Necə? 2 pi kvadrat olmalı değil mi? Hə, S oturacaq, 2 dənə S oturacaq, var ya daha doğrusu, hə, bağışlayıyorum. 2-yə də bölsəm, onlar r kvadratı plus rh bərabərdir 12-yə. Gəldi belə. Qalsın belə. Deyir, oturacağın radiusu nə qədər olmalıdır ki, onun həcmi ən böyük olsun. Baba, ən sonuncu cümlə var, həcmin ən böyük olmasını istəyirsən. Bir ifadənin ən böyük, ən kiçik qiymətin olmasını istəyirsənsə, onun törəməsini tapıb nə etməlisən? Sıfıra bərabər etməlisən. Həcmi belə tapırlar. Pi r kvadratı h törəməsi sıfırdır. Buradan da radiusu istəyir də. Radiusu tap buradan. Buradan radiusu tap. Və ya hündürlüyü tap daha doğrusu. Gətir qoy yerinə. RH bərabərdir 12 çıxılsın r kvadrat. Onda h bərabərdir 12 çıxılsın r kvadratı bölünsün r. Hündürlüyün yerində yaz ki, ancaq radiusla qalan ifadə olsun. Hündürlüyün yerində yazaq. 12 çıxılsın r kvadratı bölünsün r. Törəməsi 0. Buradan radiuslardan biri getdi. Oldu 12 pi r çıxılsın pi r kubu. Törəməsi 0. İndi r sənin hesab ilə x-indir də. 12 pi r-in törəməsi nə edir? 12 pi. Pi r kubunun törəməsi nə edir? 3 pi r kvadrat. 3 pi r kvadratı bərabərdir 12 piyə. Pilər getdilər. R kvadratı bərabərdir 4-ə. R də bərabərdir 2-yə. Cavab oldu 2. Gör nəsə başa düşdün. Həmişə uşaqlar gec başa düşürdü. Bəli, müəllim, aydındır. Prosta hər yolu yadımdan çıxmışdı ona görə. Bir dənə sual verə bilərəm müəllim, amma Ver. buradan deyil. Buradan deyil, amma limitdir də. Belə ekrana yazdığım siz. Ha, ver də, sualın ver. Başla bir dəqiqə. Ekranı yaza bilirsən. Bilmirəm. Yox deyəsən. Qardaş göndər də mənə göndər. Başla. O belə deyim də sizə, o şey var idi, blok imtahanında 25-ci sual var idi, limit. Hə? Onu işlədim. Axırda mənim kosinus kvadrat 4x-dən şey çıxır axı, 1 çıxılsın sinus kvadratı 4x çıxır axı. Onu da açırıq. 1 çıxılsın sinus 4x, 1 plus sinus 4x. Aşağıdakı 1 plus sinus 4x gedir, qalır bir dənə limit x yaxınlaşır pi bölü 8-ə, qabağında da 1 plus sinus 4x-ə mənim. Orada pi-nin yerinə qoyacaq promoyu, x-in yerinə qoyacaq da pi-ni, düz demirəm? Bəli. Onu bir dənə çaşdırırdı məni, onu bir dənə zəhmət olmuş sizə eləsəz lap yaxşı olar. Dostum, elə sizin qrupda İslam 29 dənə düz yazıb. Bir dənə o sual səhv. Pi bölü 8. Burada kosinus kvadratı 4x. Bir dənə bu sual səhv yazıb. 1 minus sinus 4x. Bax, dostumuz Mənim deyil. kosinus kvadratı 4x-dən çıxacaq 1 çıxılsın sinus kvadratı 4x. Aşağıda olduğu kimi qalır. Yuxarıda da olacaq, onu açacağıq 1 çıx sinus 4x, 1 plus sinus 4x. İndi aşağıdakı ilə yuxarıdakı ixtisar gedəcək təbii ki. Bir dənə bizdə qalır limit yaxınlaşması 1 plus sinus 4x. İndi x-in yenə pi bölü 8-in yazanda mən həmişə qarışdıram onu, səhv yazıram. Düz bilsəm də. Sən də bu sualı səhv yazmışsan. Hə? Vay dədə, bir ağır olduq ki, qardaş. Və İslam da bu sualı səhv yazdı. Bir dənə bunu, gəlib bura kimi, bura bax. Adam bura kimi gəlib. Sonra burada götürüb törəməsini tapıb da çoxuna. Gətir qoydu yerinə. Qardaş, onsuz da ixtisar elədin də. Bayaq yerinə qoya bilmirdin. Çünki məxrəc sıfıra çevrilirdi. İndi yerinə qoya bilirsən də.
Valla Ya mən nə bunlar yalan deyim, getdi diye yerine koyabilirsən də. mən də təraməsini tapmışam. Ee, 1 bölü 2, 1, 1, 2. Sağ olun. Ha. Dostum sen neçə yazmırsan daha doğrusu? 26. 26. Ya o biri 2 dənəsi mexaniki səhv. Hmm. Yaxşı qardaş. 47 var. 47. 47'den qabaq var idi, hansına baxmalıydım. 42. 42. Radiusu 5 olan dairə daxilinə çəkilmiş düzbucaqlılardan ən böyüyünün sahəsini tapın. Radiusu 5 olan dairənin daxilinə çəkilmiş düzbucaqlılardan ən böyük düzbucaqlı istəyirsən. Dairənin daxilinə çəkilsin. Radiusu 5'dir. Dairənin daxilinə düzbucaqlı çəkilmiş. Onlardan ən böyüyünün sahəsini sor. Ən böyüyünün sahəsi aydın. Dairənin daxilinə düzbucaqlı çəkmisənsə, o düzbucaqlının diaqonalı nə qədərdir? Radiusu 5 isə. Diaqonalı 10'dur. İstəyirsən ən böyüyünün sahəsini tap. Ən böyük olması üçün nə olmalıdır o? Kvadrat olmalıdır. Razısan? Yoxsa razı deyilsən? Razı deyilsən can sağ olsun. Belə idi. Bura A'dır, bura B'dir. Düzbucaqlı da bu. Deyir, daxilinə çəkilmiş düzbucaqlardan ən böyüyünün sahəsini soruşur. Ən böyüyünün sahəsi. Biz bilirik ki A kvadratı plus B kvadratı bərabərdir onun kvadratına 100'ə. Bizdə istəyir ki ən böyüyünün sahəsini soruşur. S bərabərdir A vurulsun B'yə. İstəyirik ki, ən böyüyünün sahəsi, ən böyüyünün təbii ki, sahəsi də ən böyük olacaq da. Düzbucaqlı sahəsi ən böyük. Yəni, sahənin törəməsini sıfıra bərabər edək. A-dan B-dən əvəz edib yerinə qoyaq. A-nın kvadratı bərabərdir 100 minus B-nin kvadratı. A bərabərdir kök altında 100 minus B-nin kvadratı. Ya bunu belə eləməlisən, gətirib yerinə qazırsan, 100 minus B-nin kvadratı vurulsun B. Törəməsi 0. B-ni atırsan içəriyə, olur 100B kvadratı, çıxılsın B üstündə nə? 4. Törəməsi 0. Kök altında bunun törəməsi 1 bölünsün 2 dənə bundan, bir də vurulsun içəridəkinin törəməsi. İçəridəkinin törəməsi nə edir? 200B çıxılsın 4B kubu. Bir kəsrin 0 olması üçün sürəti 0 olmalıdır. 4B kubu bərabərdir 200B'yə. B'yə ixtisar eləsən, burada qalar B kvadrat. B kvadratı bərabərdir 200'ü 4'ə böl. 50. B bərabərdir kök altında 50. Bura kök altında 50'dir. Bura kök altında 50 ise bu da kök altında 50'dir. Gördün? İspat elədik ki, sahənin ən böyük olması üçün bu düzbucaqlı kvadrat olmalıdır. Çünki kvadrat da elə düzbucaqlıdır da. İndi ən böyüyünün sahəsini soruşur. Ən böyüyünün sahəsi. Kökdə 50'ni kökdə 50'yə vuranda nə eləyəcək? 50. Aydın. Aydın bakalım. Uşaqlar sonra 47 var. Beşe bakabiliriz mi? neçəyə coşur? Beşe. 45. Funksiyanın maksimum nöqtəsini tapın. Funksiyanın maksimum minimum nöqtəsi necə tapılar coşur? Törəməni tapıb sıfıra bərabərləşdirmək mi? Aha, törəməni tapı 0 eləyək. Mənfi 4x üstü 4 üstünə yazsın 32'nin törəməsi 0'dır. Burada eləyir mənfi 16 dənə x kubu
Onun da törəmə 32-nin törəməsi 0-dır. Bərabər 0-a. X bərabərdir 0. Maksimum deyir nöqtəsini tapın. Maksimum nöqtəsi ilə 0 da coşur. Qiyməti ilə səhv salmışam. Maksimum nöqtəsini soruşur. Nöqtəsini soruşursa X-dir. Qiymətini soruşursa Y-dir. Bildim, çox sağ olun mən. Müəllim, bunun minimum qiyməti yoxdur. Necə də? Bunun minimum qiyməti yoxdur. Tam səni dərk eləmədim. Bir də de. Aha, müəllim, deyirəm ki, bunun minimum qiyməti yoxdur, minimum. Yox. Bu minimum qiyməti yoxdur. Zaten sən bilməlisən ki, bu cüt dərəcədən də əmsalı mənfidirsə, bunun nəyi ola bilər? Maksimum. Bu minimum yoxdur. Minimumu məsələn mən buna 1 milyard verirəm. Gör nə qədər kiçik ədəd alır. Minimum olur. Maksimum. Aha, müəllim, oldu. Uşaqlar sonra 47. 46. 46 intervalında baxın, bir var funksiyanın qrafiki verirlər. Bir də var törəmənin qrafiki verirlər. Şəkildə təsvir olunmuş funksiyanın AB intervalında ekstrem nöqtəsi vardır. Ekstremum nədir? Maksimum və minimum. Maksimum və minimum. Burada maksimum və minimum bir bura var. Dağlar, dərələr. Törəmənin funksiyanın qrafiki olduğuna görə. Neçə maksimum nöqtəsi var? 3 dənə. 3 dənə maksimum nöqtəsi var. Dağlar, dərələr. Dağlar makslardır, dərələr minimumlardır. Amma törəməsini deyəndə A-la B-ni də götürəcəkdik. Törəməsini deyəndə gəl bura gedək, gözəl insan. Tələsmə bir dənə. Tələsmə, indi mənim səni deyəcəm. Törəməsi yox, mənim daha doğrusu orada qapalı mötərizə olanda A-la B-ni də götürürdük. Törəməsi bilirəm, kəsdiyi yerlərdir. Qapalı olsaydı da belə funksiya bilirsən nə olmalıdır? Nubar belə olmalıdır. Bu uc nöqtələri götürmə. Burada kəsilib də funksiya. Buradan yuxarı gedir, aşağı gedir. Bilmirsən axı. Uc nöqtələri götürmür. Bir dəqiqə. Heç birində götürməliydim. Yox. Orada məsələn böhran nöqtəsi deyəndə götürmürdük. Mən elə bilirdim bir dənə böhrana aiddir. Böhranda da götürmürdük. Bax, tutaq ki, burada məsələn tutaq ki, funksiyanın qrafiki verilmiş, fx funksiyasının neçə ekstrem nöqtəsi var. Bura bax, indi buranı biz minimum kimi götürə bilmərik axı. Funksiya ola bilər, buradan düşür aşağı. Mən bilmirəm axı. Məlumat olmadığı üçün əlimdə mənə bu aralıqda istəyir. Bu aralıqda mən buranı bilmirəm. Uc nöqtəsidir, buranı götürmək olmaz. Maksimum minimumda bilmək olmur. Böhran nöqtəsi olduğunu da götürmək olmaz. Onu da dəfələrlə demişəm ki, uc nöqtələrində böhran nöqtəsi olmur. Neçə ekstremum nöqtəsi? Ekstremum da bunlardır da. Maksimumlar, minimumlar. OTK-da amma götürülmüş. OTK-nın başqası bey orada. AB-ni qapalı mötərizə verəndə də götürmürük. AB intervalı qapalı mötərizə olsa belə uc nöqtəsi sayılır. Bura bax. Buradan funksiya buradan kəsilib. Biz buranın maksimum minimum olduğunu götürə bilmərik. Qapalı da versə götürə bilmərik. Çünki funksiyanı adama sual verirlər ki, ay yoldaş buradan funksiya necə keçdiyini bilmirəm axı. Düz deyindi qapalıda deyəcəksən ki, mənim funksiyanın qapalıdır, ən minimum nöqtəsi buradır. Xeyr. Bir dənə ona bax. Hanı? Törəmənin qrafiki. Mən PDF-də də var idi törəmənin qrafiki. Bu da. Bu PDF-də də vardı. Törəməsinin qrafikinə əsasən onun maksimum nöqtələrin sayını tapın. Uşaqlar, maksimum nöqtələrin sayını tapın. Törəmənin sıfıra çevrildiyi nöqtələr ekstremum nöqtələr. Baxın, bir bura, bir bura, bir bura, bir bura, bir bura. Özdə sizə də demişəm ki, əgər müsbətdən mənfiyə gedirsə,
Maksimum. Mənfidən müsbətə gedirsə minimumdur. Həmişə funksiyalara sol çiyindən sağ çiyinə baxırsınız. Bura bax. Sol tərəfdən baxırsan. Soldan sağa, müsbətdən mənfiyə gedib. Bura nədir? Maksimum. Mənfidən müsbətə gedib sol tərəfdən sağ tərəfə. Bura Minimum. minimum. Müsbətdən mənfiyə gedib. Maksimum. Maksimum. Mənfidən müsbətə gedib. Minimum. Müsbətdən mənfiyə gedib. Bura maksimum. Bu uc nöqtələrinə baxmayın. Bura bax, qapalı verim. Nə olsun ki? Uc nöqtələrinə baxma. Burada deyir, maksimum nöqtələrini sayını tapın. Maksimum nöqtələri. Bir bura, bir bura, bir də bura. Ümid edək ki, Məli. Bəli, de. Məsələn, tutalım qrafikdə A ilə B tam olaraq bitdiyi yerdədir də. Elə bir o uzantıların bitdiyi yerdədir. Onu da götürəcəyik bəs. Yox, Məsələn, məsələn, onlar sıfır. bura B-dir məsələn. Belə. Məsələn, ondan əvvəlki nöqtə var müəllim. O kəsdiyi nöqtə. Sıfırda Hə. kəsdiyi nöqtə. Məsələn, Bəli, tutalım B orada götürürdük. Hə, burada olsa, daxil olsa götürəcəksin. Daxil olmasa götürməyəcəksin. Hə, tamam, aydın. Hə, gəldi, bunu da dedik. Sonra 47. neçə? 47 var. 7, 47. Toxunanın tənliyi. Qardaş, toxunan səsvi aç, toxunanın tənliyini qaytar mənə. Bəli, y bərabərdə fx üstə gəlsin, fx ştrix vurulsun, x plus x0. Bir dəqiqə. Bir daha təkrar et. Y bərabərdə fx üstə gəlsin, fx ştrix, yəni törəməsi vurulsun, x plus x0. X minus x0 üstünə gəlsin fx0. Belə demək istədim də, hə? Bəli, bunu dedim. Bu toxunanın tənliyi. Tam bilməliyik. Funksiyasının qrafikinə bu olan nöqtədə çəkilmiş toxunanın tənliyini tapın. Deməli, şagird başa düşməlidir ki, toxunanın tənliyini düsturu budur. Hazır qaydadır. Əzbər eləməlidir. Bu qaydanı hamı bilməlidir. Və burada da məntiqli davranıb görməlidir ki, bu düsturda tələblər nələrdən ibarət? Tələb olunur ki, bu düsturda səndən bir törəmənin x0-dakı qiymətini tapmaq. Aha, birinci bu funksiyanı biraz sadələşdir, gözəlləşdir dostum. 3 minus x bölünsün x plus 3 çıxılsın 1. Bunu orta məxrəz elə görə x plus 3. Ya da ki, orta məxrəz eləmədin, get törəməsini tap. Bunun törəməsini tap. Bunun törəməsi. 3 minus x bölünsün x plus 3 minus 1-in törəməsi. Fərqin törəməsi törəmələr fərqinə bərabərdir. 1-in törəməsi getdi. Bura nisbətdir. Nisbətin törəmə düsturunu, Hüseyin qaytar nisbətin törəmə düsturunu. U ştrix v çıxılsın v ştrix u bölünsün v kvadrat. Onda u ştrix v çıxılsın v ştrix u bölünsün v kvadrat. 3 minus x-in törəməsi mənfi x. Mənfi 1. Mənfi 1. Dərəcə buna mənfi x minus 3 çıxılsın. X plus 3-ün törəməsi eləyər 1. Qabağında mənfi var. İşarə dəyişkənliyi. Bölünsün x plus 3-ün kvadratı. Buradan bunlar getdilər. Burada oldu. Mənfi 6 bölünsün x plus 3-ün kvadratı. Oldu belə. Bir dəfə bunu törəmədə yazmaq lazım olduğunu bilirəm. Törəmədə burada mənfi 2 qoyacam yerinə eləyər 1. Onlar mənfi 6. X minus x0. X minus x0. X0 mənfi 2-dir. Üstünə yəni bir dəfə görürəm ki, mənə bunu funksiyada qoymaq lazımdır yerinə. Qardaş, qoy onu funksiyada yerinə. Mənfi 2 qoysan sürət nə eləyir?
5. 5. Məxrəc nə eləyir? 1. Çıx 1, 4. Elədir 4. Все. Bəli, baş. Mənfi 6x. Minus 12 plus 4. Minus 8. Bəli, B variantı. Sonra? Müəllim, 50-ci suala baxaq. Olar, olar. Baxaq. Deməli, burada deyir fx funksiyasının apsisi x0 olan nöqtədə çəkilmiş toxunanın qrafiki verilmişdir. Toxunanın qrafiki verilmişdir. Funksiyanın törəməsinin x0 nöqtəsindəki qiymətini tapın. Bu şəkil biraz yaxşı deyil ki, o şəkili buradan tapaq. Yox, integraldır bu. Bir dəqiqə. Törəmənin həndəsi mənasını. Buradadır. Bax. Bu şəkil dediyimiz bunlardan biridir. Bunu yazın. Sonra onu da görsədik. Fərqi yoxdur. Deyir ki, fx funksiyasının və apsisi x0 nöqtəsində ola çəkilmiş toxunanın qrafiki verilmişdir. Fx funksiyasının törəməsinin x0 qiymətini tapın. Baxın, funksiyanın verilmiş nöqtədəki bu x0-dakı törəməsi həmin nöqtədə ona çəkilən toxunanın bucaq əmsalına bərabərdir. Təkrar edirəm. Bir funksiya verilib belə. Cümləyə bax. Funksiyanın verilən nöqtədəki törəməsi həmin nöqtədə ona çəkilən toxunan bax bu düz xətt. Bu düz xəttin k-sına bərabərdir. Bu düz xəttdə koordinat başlanğıcından keçdiyi üçün bərabərdir kx-dir o. B-si yoxdur. Və kx olduğuna görə mənfi 3 veriləndə 4 alır. X-ə mənfi 3 ver. K bərabərdir mənfi 4 bölünsün 3-ə. Onda törəmənin buradakı qiyməti cavab mənfi 4 bölünsün 3. Mənfi 1,1. Zəhidə başa düşdü? Bəli, müəllim, başa düşdüm. Amma deyəsən orada koordinat başlanğıcından keçmirdi. Olsun. Bax, burada da koordinat başlanğıcından keçirir. Bir dənə fikir ver. Belə bir funksiya verilib burada. Bu funksiyanın, təkrar edirəm, bax. Toxunma nöqtəsindəki törəməsi, funksiyanın toxunma nöqtəsindəki törəməsi o düz xəttin k-sına bərabərdir. O düz xəttdə bərabərdir kx-dir. 2 veriləndə 3 alır, görsən. 2 veriləndə 3 alır. 2k bərabərdir 3-ə. K bərabərdir 3 bölü 2. Cavab 3 bölü 2. 1,1. Bəli, müəllim, anladım. Sonra 63 var. 3 var. neçə dünya? 63. 63. Törəməsinin qrafikinə əsasən görürsünüz. Bu dəfə sizə funksiyanın yox ha. Törəmənin qrafiki verilib. X-lə keçən nöqtələr sayırıq da. Sıfıra çevrildiyi nöqtələr. 1, 2, 3 dənə. 5 yazılı B cavabdan ona görə soruşurdum. Yox. Ekstrem nöqtələr. Aydındır. 3 dənədir, düz bilirsən. Cavablarda səhv edir. Müəllim, neçənci sual oldu bu? Bu 63. Nə yazıbsan? Tamam, çox sağ ol.
Bir dəqiqə baxım deyirdim. Uşaqlar sonra. Mən 56 ilə 57-yə baxardıq da. 69. 56. Bəli, müəllim, mən də 5 yazmışdım. A çıxıb. Bala. 5 niye yazmışsın? 5 yazdım. Bayaqkındayım müəllim. 5 dənə değildi. Burada 5 tanedir ki. Nəsə səhvlik olub yəqin. Törəmənin qrafikidir. Törəmənin qrafiki. 3 tane. Ay, yox müəllim. 3 yazmışam, 5 çıxıb çəkdim. Yaxşı. Hı. 56. A parametrinin hansı qiymətində funksiyanın qrafikinə bu nöqtədə çəkilən toxunan absisok ilə əmələ gətirdiyi iti bucağın sinusu köküs bölü 2-dir. Onda həmin bucaq neçə dərəcədir dedik? İti bucaqdır. Sinus nə vaxt köküs bölü 2 alır? 60 dərəcə. Biz də bilirik ki, funksiyanın verilmiş nöqtədəki törəməsi toxunanın bucaq əmsalına, o da tangent tayfaya bərabərdir. Yəni köküsə bərabərdir. Funksiyanın törəməsi köküs olmalı. Bunun törəməsi ax kvadratının törəməsi 2 dənə ax, kök altında 12x'in törəməsi kök 12 bərabər olmalıdır köküsə. Hansı nöqtədə? Köküs nöqtəsi. İkisi yenə köküs yazsın. Sıxılsın. 2 kök altında 3 bərabərdir kök altında 3. Hər tərəfdən kök altında 3'ə bölsək getsin. 2a minus 2 bərabərdir 1'ə. 2a bərabərdir 3'ə. A bərabərdir 3 bölü 2. Hadi. Sonra nesəydi? 69. A parametrinin hansı qiymətində düz xətti funksiyanın qrafikinə toxunur? Bura bax. Burada funksiya i bərabərdir 3 üstündə x üzərinə yazsın 7'dir. Burada düz xətt, yəni toxunan, buradakı toxunan ln 3 vurulsun x üzərinə yazsın 2a. Baxın uşaqlar, bir dənə bunu beyninizə yerləşdirmədiyiniz müddətcə problemdir. Nədir beyninizə yerləşdirmədiyiniz şey? Funksiyanın toxunanı deyəndə toxunanın bu k'sı, bu k'dır bura. Kx plus b'dir də. Toxunanın k'sı funksiyanın toxunma nöqtəsindəki törəməsinə bərabər. Toxunanın bucaq əmsalı k funksiyanın toxunma nöqtəsindəki törəməsinə bərabər. Bunun törəməsi 3 üstü x plus 7 idi. Bunun törəməsi 3 üstündə x plus 7'nin törəməsi bu toxunanın k'sına ln 3'ə bərabər. ln 3 bərabərdir. Bunun törəməsi 7'nin törəməsi 0'dır. A üstü x'in törəməsi, yəqin ki məsuliyyətlisiz, bilirsiniz. Hansısa bir məsuliyyətsiz bilmirsə, onun canını almaq lazımdır. A üstü x ln a. 3 üstü x ln a. Ln üstü. Mən dərslərdə görürəm. Valla sual verirsən A üstü x'in törəməsi, şagird baxır sənin üzvə. Bir kimsə də aranızda bilmirsə, onun vicdanı yoxdur. Burada da 3 üstü x ln 3. ln 3'lər getdi. 3 üstü x bərabərdir 1. X bərabərdir 0. Deməli, uşaqlar, toxunma nöqtəsi həm də kəsişmə nöqtəsi sayılır. Toxunma nöqtəsi elə kəsişmə nöqtəsidir. Kəsişəndə bu nə alırsa, düz xətt nə alırsa, bu da onu alır. Kəsişəndə x-in yenə 0 qoysan, bu 2 alır. Kəsişəndə x-in yenə 0 qoysan, bu alır 8. A bərabərdir 4. Buna aid kimin sualı var? Kimin haram başa düşmədi?
Sıfırdan sonra bir də başa sala bilərsin. Bak. Bura bak bir dənə. Gəl qayıdaq bura. Fikir ver. Biz bir dənə törəmənin həndəsi mənasını anlamalıyıq ki, bir düz xətt olur, bir də toxunan olur. Bura toxunma nöqtəsidir. Bu düz xəttdir. Kx plus b'dir. Bu isə fx'dir. Bu funksiyanın fx'i. Həmin o toxunma nöqtəsindəki x0-dakı törəməsi bu düz xəttin k-sına bərabər. Bu bir dənə beynindən bunu 30'dur. Bundan əlavə bir şey də 30'dur ki, bu nöqtə onların kəsişmə nöqtəsidir. Yəni x0 verəndə bunu alırsa x0'da bu da onu alır. İndi təkrar edelim. Burada funksiya bizdə funksiya y bərabərdir 3 üstündə x plus 7'dir. Toxunan y bərabərdir. Ln 3 vurulsun x üzərinə gəlsin 2a. Funksiyanın törəməsi yazıram doğru dildə. Funksiyanın törəməsi toxunanın bucaq əmsalına bərabərdir. Toxunanın bucaq əmsalına bərabərdir. Funksiyanın törəməsi, bunun törəməsi 3 üstündə x ln 3'dür. Toxunanın bucaq əmsalı da ln 3'dür. 3 üstü x bərabərdir 1'ə, x bərabərdir 0'a. Həmin bu tapdığın 0 nöqtəsi toxunma nöqtəsidir. Hər ikisinin sıfırıdır, başa düşdüm. Toxunma nöqtəsi bayaq sənə göstərdim. Toxunma nöqtəsi nə deməkdir? Kəsişmə nöqtəsi. Toxunma nöqtəsi kəsişmə nöqtəsi. Bu nə alır 0 veriləndə? 2a. Bu nə alır 0 veriləndə? 8. Bərabər olur da, kəsişəndə funksiyalar bərabər olur. Bərabərdir. Aydındır. Bəli. Sonra 57 var mən. funksiyanın azalma aralığı. Sənə sual verim. Funksiyanın azalma aralığını necə tapırlar? Qardaş, funksiyanın azalma aralığını necə tapırlar? Törəməsi sıfırdan kiçik olurdu. Kiçik bərabər. Əlbəttə də. Bu qaydada bunu bilməlisiniz də. Etməyin eləməyin də. Biraz məsuliyyətlə qardaş, biraz məsuliyyət. Mən sən sualı soruşsan, normal olaraq mən də qaydanı soruşurum. Yəni sən sualı soruşa bilirsən, mən də qaydanı soruşmalıyam da. Bu azalma artma aralığının qaydasını niyə bilmirsiniz ki? Funksiyanın azalma aralığını tapanda bunu mən sənin beynivə salası deyirəm ki, qardaş. Xeyri yoxdur. 50 dəfə deyirsən ki, qardaş, qaydanı öyrənin. Ondan sonra da qayda öyrənməmiş bu sual necə yazmağı düşünürsən, sən? Sonra deyirlər ki, müəllimdən sual soruşdu, müəllim bizi peşman elədi. Canımı da alar müəllim. Canımı da almalıdır. Qayda öyrənməlisən də sən. Bu qaydanı öyrənməsən, bunu sənin beynivə salasıyam mən. Funksiyanın azalma aralığını soruşur. Bir dənə qaydanı bildin ki, törəmə sıfırdan kiçik olanda azalmasıdır, qutardı getdi. Bunun törəməsini sıfırdan kiçik eləyəcəm. Bitti. 3x kvadratı çıxılsın 24x, üzərinə yazsın 36, kiçik bərabər sıfırdan. 3'ə də bölərəm. X kvadratı minus 8x, üstünə yazsın 12. Kiçik bərabər 0.
Burada da x çıxılsın 6, x çıxılsın 2. Bərabər 0. Və salam. 2 ilə 6-nı yapışdırırsan. Müsbət, mənfi, müsbət. 0-dan kiçiklər 2, 6. P də var əlində, Q də var əlində. Q 6-dır, P də 2-dir. 6-dan 2 çıxsın 4. Nurlan, sən buradasan ümumiyyətlə də. Sən mən sənə 50-ci dəfədir xəbərdarlıq edirəm. Sən heç bir nəticə götürmürsən. Bu formada biz səndən hazırlığı dayandırırıq. Bizə lazım deyil belə hazırlıq. Mənim əsəblərimi körlüyürsən. Konkret olaraq əsəbləşdirirsən bunu. Mənə konkret olaraq lazım deyil, qardaş, sənin hazırlığın. Çıx hazırlıqdan qutarsın, geçsin. 50 dəfə deyəcəyik ki, sənə qayda öyrən. Neyinirəm, səni? Qayda öyrənmirsən, qardaş, 50.000 dəfə demişik, qayda öyrənin, qoşulun dərsin. Bax, səndə davamlı bir dərs olar, 2 dərs olar, 3 dərs olar. 50 dəfə sənə sual verirəm ki, görüm sənin instinktini yoxlayıram ki, görüm səndə oyanır bu neyronların səni. Qardaş, qayda öyrənin dərsə qoşulunda. Mən əsəbləşirəm ki, şagirddən qayda soruşuram, azalma aralığı. Şagird bilmir. Biabırçılıqdır da, bunun adı bir dənə biabırçılıq. Bu hazırlıq deyil. Qardaş, dayandır hazırlığı, çıx qruplarında qutarsın, geçsin, sana hazırlığı dayandırar. Gəl özünə başqa müəllimdir. 50 dəfə deyərlər ki adama, qardaş, qayda öyrən, bu kitabı oxu, qayda öyrən, ondan sonra da. Biz bu boyda proqram keçmişik, proqramın sonundayıq. Funksiyanın azalma aralığı da. Tamam, bunu sual verə bilərsən, normal olaraq. Amma mən də səndən soruşacağım da, funksiyanın azalması necə tapılır? Bunu bilməlisən də sən, qardaş. Bunu bilməsən, sən səhər imtihanda nə yazacaqsın? Gəl, real danışaq. İmtihanda nəticəni deyim sən. 6, 7. Real gəl danışaq da, 6, 7. Qardaş, bir dəfə deyirsən ki, abituriyenti də indi cəmaatın içində acılamayaq. Bir dəfə, 2 dəfə, 3 dəfə. Amma hər şeyin bir həddi var, hududu var. Mən səndən birinci dəfə deyirəm, 10 dəfə sənə eyni sualı vermişəm ki, qardaş, qayda oxu. Mülayimcə də deyirəm, dostca da deyirəm ki, qayda oxu. Qayda oxumadan dərsimə qoşulma mən. Çıxarsan qruplardan dostum, səni azlığı dayandırdıq, valideyninə mən səs atacam sənə. 50.000 dəfə demişəm ki, bu formada dərsə qoşulmayın. Biz dərs keçirik, biz də işimizdən zövq almalıyıq da, şagird cavab verməlidir, cavab qaytarmalıdır, başa düşməlidir, sorğulamalıdır, sual verməlidir. Amma qaydanı bilmir. Şagird var ki, radiosu 5 olan bir nə də ona, 6 bucağının, nə bilim, kiçik diaqramını tap. Hadi bunu sual verir. Daha doğrusu tərəfi 5 olan 6 bucağının kiçik diaqramını tap. Bunu sual verir. Bu abituriyentdən nə çıxar? Bu hara hazırlaşır? Yəni məqsəd nədir? Hara girmək istəyirsən? Heç inan ki, o meşəçilik də buna uyğun deyil. Meşəçilikdə belə buna uyğun deyil. Təzə çıxıb, indiki uşaqlardan, valla, mən başa düşə bilməm. Yəni, bəzi uşaqları ümumiyyətlə başa düşə bilməm. Bayaq da biri gəlib, növbəti tədris ilinin qeydiyyatıdır. Şagird gəlib, mənə deyir ki, mənim siz onlarla haradasınız? Deyirəm ki, nədir onun adı? Trigonometriyada. Nə uzaqdasınız? Biz loqaritmanı bitirmişik, müəllim. Deyirəm, sinus 2 alfanın açılışı nədir? Üzümə baxır. Deyirəm, belə loqaritmanı bitirməkdənsə bitirməmək daha yaxşıdır. Nə beyinsiz adamdır. Həm gəlib istəyir, cədvəl istəyir. Həm deyirsən ki, loqaritma dayıq, sinus 2 alfanın açılışını bilir. Və ya deyirsən ki, tərəfləri 3-4 olan 3 bucaqdır. Bura nə ola bilər? Baxır üzvə. Amma deyir ki, biz loqaritmadayıq, müəllim, biz proqramı bitiririk. Elə proqramı bitirməyin başına daş düşər. Nəysə, uşaqlar, nəysə. Sonra. Müəllim, 42-yə baxa bilərsiniz, zəhmət olmasın. Məndə. 42-yə baxmışıq, dostum. Vaxtlarında qoşulun dərsə, üstündən 2 saat sonra dərsə qoşulmayın. Müəllim, valla elə bildim 22-dədir, sonra... Mən qrupa yazmışam əvvəlcədən ki, bu vaxtıdır. Zəhmət çəkərsən, baxarsan kaydına 42-nin. Bu cəmat suallarını versin, ondan sonra.
Ən sona qalarsan və ya izah edərəm. Biraz məsuliyyət hiss eləyin də, ay yoldaşlar. Məsuliyyətli olun da, bayaqdan nağıl danışıram mən. Və ya kimsə dərsə qoşulmur, elə bilir müəllim sürünəcək onun arxasında. Qardaş, qoşul. Məsələn, bəzi uşaqlar mən bilirəm ki, şagird var ki, tanıyıram ki, məsələn, rayonda qalır, bütün hazırlıqları onlaynda adamın, vaxt eləyib qoşula bilmir də dərsə. Bu, mən tam başa düşürəm. Əlimdən gələn də kömək nədirsə o uşağa, yəni 7-24 onun qulluğundayım, problem yoxdur. Amma elə şagird var ki, oturub nazlanır, müəllim, mənim falan bölmədə problemim var. Sual göndərirsən işləmir, oturub nazlanır evdə. Elə bil ki, müəllim düşəcək bunun arxasınca. Qoşulmalısınız da, hamınız məsuliyyət hiss eləməlisiniz. Bir balaca məsuliyyətli olmalısınız da. İnşallah davam eləyək. Növbəti sualımız hansıdır? Biz hansına baxdıq sonunuzu, bilmədim ki. 69. Bir var məndə. Neçə var indi? 81. 81-dən qabaq. Müəllim, bəs 74-75-ə baxmısınız? 74. Kürənin iki müstəvi kəsiyinin sahəsi 18 pi və 54-dür. Bunlardan biri kürənin mərkəzindən keçir. Amma bilməlidir ki, kürənin mərkəzindən keçən ən böyük müstəvi kəsir kürənin mərkəzindən keçir. Ən böyük kürə müstəvisinin kəsiyi kürənin mərkəzindən keçərdir. İndi bunlardan baxmaq lazımdır. 18 pi böyüdür, yoxsa 54 böyüdür? 54 böyüdür. Pi 3-dən %14'dür. Bunu vuranda 54'ü kesecek. Deməli, ən böyüyü budur. 18 pi'dir. Ən böyüyü 18 pi'dir. O da mərkəzdən keçəndir. Mərkəzdən keçəndir. Mərkəzdən keçən də adicə bir kəsiydir də. Kəsiyin sahəsini necə tapırlar? Pi r kvadratı. Pi r kvadratı 18 pi'yə bərabərdir. Onda r kvadratı 18'dir. R də bərabərdir. Kök altında 18. 9 vur 2. Yəni 3 kökdə 2. Kürənin mərkəzindən keçən ən böyük kəsiyi olur. Ən böyük kəsik kürənin mərkəzindən keçir. Bunlardan da ən böyüyü 18 pi olduğuna görə mərkəzdən keçən 18 pi'dir. Mərkəzdən keçən 18 pi'dir. Onda da radiusda 3 kökdə 2'dir. Aydındır? Bəli, müəllim, aydındır. Sonra hansını demişdin? 75. 75. Radiusu 4, hündürlüğü 6 olan silindirin daxilinə çəkilmiş düzgün dördbucaqlı piramidanın həcmini tapın. Radiusu 4, hündürlüğü 6 olan silindirin. Radiusu 4'tür. Radius 4'tür. Aha, 4'tür. Hündürlüğü 6'dır. Piramidanın həcmini tapın. Piramidanın həcm düsturu 3'də 1 esotracaq Esotracaq. olsun haşır. Düzgündür. Yəni oturacaqdakı Kvadrat. dördbucaqlı kvadratdır. Kvadratın tərəfinə bir dənə A deyirəm. Onda Diagonal A. kvadratın diagonalı nə olur? A Artıq 2. kökü. A kökdə 2 bizdə 8'dir. Onda A bərabərdir 4 kökdə 2. Kvadratın tərəfi 4 kökdə 2'dir. S oturacaq kvadrat olduğuna görə S oturacaq A'nın kvadratıdır. 32. Bunun kvadratı. Nə qədər edir? 32. Burasının hündürlüğü yəni 6. Cavab eləyər 60. 64. Aydındır? Müəllim, aydındır. An 86. neçəydi bizdə sual? 81. Kürənin diametrinə perpendikulyar olan kəsik kürənin diametrinə perpendikulyar olan müstəvi kürənin bir dənə kürə çəkək. Bu bizim kürəmiz.
Kürənin diametrinə perpendikulyar olan kəsik. Kürənin diametrini çəkirəm. Bu kürənin diametri. Bunun diametrinə perpendikulyar bir dənə kəsik çəkək. Bu kəsik kürənin diametrinə perpendikulyardır. Kürənin diametrinə perpendikulyardır bu kəsik. Kürə deyəndə portağal düşür də. Portağalı yuxarıdan kəsirsən. Orada belə bir sahə yaranır da. Dilim sahə. Belə bir şey yaranır. Üçdə təsəvvür elə fiqur. Bu kürənin diametrinə perpendikulyar kəsik diametri uzunluqları 4 və 6 olan hissələrə ayırır. Diametri buradan bura qədər 4, buradan bura qədər 6. Onda kürənin radiusu nə qədərdir? 5. Bəli, 6 plus Başa 4. düşdüm mənim qalanını. Mən belə eninə doğru çəkirdim, ona görə alınmırdı. Aha. İndi bunun davamı necə olacaq? Bəs mübar. Radiusu verib 5. Davamı o radiusu yuxarı qaldırırıq, ora 5 yazırıq. Burada 5-dir, 4-ü çıxıb 1 yazırıq. Kök altda 24, pi kvadratı da 24 pi. Bəli, buradan bura qədər 5-dir, 4-ü oradadır, bura qaldı 1. Onda burada bir dənə Pifagor eləsək, burada r-dir bizdə. R-in kvadratı bərabərdir 25 çıxılsın 1. R kvadratı bərabərdir 24-ə. Həmin kəsiyin sahəsi pi r kvadratıdır, yəni 24 pi. Və ya bu kürənin xarici hissəsi bir dənə çevrə əmələ gətirir də. O çevrədə kəsişən iki vətərin xassəsi var idi bizdə. Kəsişən iki vətərin xassəsi A vur B bərabərdir C vur D. A vur B bərabərdir C vur D. Bu xassə. Onda R vurulsun R bərabərdir nəyə? 4 vurulsun 6-ya. R kvadratı 24. Diğer kvadratı 24. Aydındır sual. Bəli. Bəli. Sonra 86-ya baxa bilərsiniz müəllim zəhmət olmasın. bərabər tərəfli konus nədir Ceylan? Hə, nə oldu? Bərabər tərəfli konus. H 2 olur, yəni H 2 olur. H 2 olur. Təzə çıxartmısan yəqin. Yeni Ceyla teoremidir bu, yəqin. Hə, H 2 olur, təzə çıx. Ya mən eşitməmişim indiyənə qədər. Yox, müəllim çaşdımı L 2 olur. L 2 olur demək istədin. Hə. Bərabər Bəli. tərəfli konus. Avala. Ox kəsiyi bərabər tərəfli üçbucaqda. Bu qədər sadə. Bu deyil, bura göstərirəm sənə. Bərabər tərəfli konus deyəndə bu qırmızı üçbucaq bərabər tərəfli üçbucaq. Vəssalam da. Yəni burada 2 yerdir, burada 2 yerdir, bu da 2 yerdir. Bərabər tərəfli konus. Daxilinə radiusu 3 olan kürə çəkilir. Bunun daxilinə radiusu 3 olan kürə çəkilir. Hesab elə ki, bu üç bucağın daxilinə çevrə çəkilir. Bərabər tərəfli üç bucağın qaytar qaydanı. Daxilinə A kök 3 bölü 6. A kökdə 3 bölünsün nə? 6. 6. A dediyimiz burada tərəf 2R'dir. 2R kökdə 3 bölünsün 6. Radiusu verib bizə 3. R kökdə 3 bərabərdir 3 vur 3 9. R bərabərdir bizdə 3 kökdə 3. Buranın radiusunu tapdıq. 3 kök 3. Konusun həcmini deyir tapın. Konusun həcmi. Konusun həcmi pi r kvadratı vurulsun h-dır. Pi radiusun kvadratı, bunun kvadratı 27 vurulsun h. Bu h bərabər tərəfli üçbucağın hündürlüyüdür. Hündürlüyü necə tapırlar? A kök 3 bölü 2
Qarabətər Həcmdə 3/1 olmalı deyil. Pi kvadratı h bölü 3. Bəli, 3/1 olmalıdır orada. 3/1, hə, 3/1 unutduq. Hə. Bərabərlərin öz bizə hündürlüyü h. A kök 3 bölü 2. A dediğimiz 2R'dir. Yani R kökte 3. R dediğimizde 3 kök 3'tür. Kökte 3'e vurursan. Elir 9. Hündürlüğü de tapdı 9. Sonra getdiler. 81 pi. Başa düşdüm müəllim, aydındır. Doxsan səkkiz, 99. Kubun bütün üzerine toxunan kürenin səthinin sahəsinin kubun yan səthinin sahəsinə olan nisbətini tapın. Aydındır. Kubun bütün üzerine toxunan kürenin kub çəkəkdə bir dənə. Onun üzerinden işte. Kub çəkək bir dənə. Kubun bütün üzerine toxunan kürenin, bütün üzerine toxunan küre. Bunlar çəkək elə eləyək ki, bütün üzlərə toxunsun. Nəysə də belə ki. Kubun bütün üzlərinə toxunan külənin. Gəl kubun tərəflərini qırmızı ilə görsənək. Kubun bütün üzlərinə toxunan külənin səthinin sahəsinin kubun yan səthinin sahəsinə. Kubun tilinə A olsun. Kubun yan səthinin sahəsi 4A kvadrat. Düzdür mü? Kubun yan səthinin sahəsi 4A kvadrat. Həmin bütün üzlərə toxunan bu külədən söhbət edilir. Bu külənin bizə deyir toxunan külənin səthinin sahəsi. Külənin səthi S külə. Külənin səthinin sahəsi 4 pi r kvadratıdır. 4 pi r kvadratı. Külənin radiusu nəyə bərabərdir avalar? Tərəfin yarısı. Tərəfin yarısı. A bölü 2. Onun da kvadratı lazımdır sənə. A kvadratı 4 böl. Oldu pi A kvadrat. Onda deyir külənin səthinin sahəsini S külə bölünsün S yana. S külə pi A kvadratıdır. S yandakı bizdə 4A kvadrat. Oldu cavab pi bölü 4. Müəllim, tərəfin yarısına niyə bərabər olur ki? Burada daxilində çəkilir də görmürsən. Bir də ki, orada niyə üzlərin diaqonallarını çəkdir? Onu elə belə şəkli yaşayan alındırım deyə. Hə, bildim. Buradan bura qədər kubun daxilinə çəkilir də. Daxilinə çəkilibsə bunun diametri kubun radiusu kubun tilinin yarısı olur. Hə, bildim müəllim. Hə, 99-da ixtiyari şübhənin daxilinə çəkilmiş çevrən radiusundan gedirik də. Baxaq elə.
Hündürlüğü 3, doğranı 5 olan konus daxilinə çəkilmiş şürəni. Hə. Konus Oldu. bu sənin konusun. Doğranı 5 verib sənə 5. 5. Burada elə bir şey sən əzbərləmirsən də. Şəkil çəksən və təsəvvürün olsa, çox qəşəng gedir. Buranı verib sənə 3 hündürlüyü. 5-dir, 3-dür. Bunlara yazdım 4-dür. Deyir, konusun daxilinə çəkilmiş kürənin radiusunda. Konusun 50.000 dəfə demişik ki, konusun daxilinə çəkilmiş kürə elə buradakı bu üç bucağın daxilinə çəkilmiş çevrə demək. Bu üç bucağın daxilinə çəkilmiş çevrə deməkdir də. Üç bucağın daxilinə çəkilmiş çevrənin radiusunu necə tapırlar? 2s bölünsün. A plus B plus C. Vəssalam da. A plus B plus C tərəflər var. 5 plus 5 plus 8. 2 dənə S sahə. Bu tərəf 8. Buna çəkilən hündürlük hasilinin yarısı. Ölçü. Bəli. Buraya 24'tü bizdə. Burada 18. Hə, vəssalam da. 6'ya xısar edərsən 3, 6'ya xısar edərsən 4. 1,1. Başa düşdüm müəllim. 95'e bakıp vereyim ben. Bəli, bəli, bəli. Deməli, konusun yan səthinin açılışı. Bax, bu bizim konusumuz. Konusdan dairə sektoruna keçid. Konus keçid dairə sektoru. Konusun yan səthinin açılışı bilirsiniz də dairə sektoru. Konusun deməli doğranı dairə sektorunun radiusu. Konusun oturacağının radiusu R olsa, dairə sektorunun qövsunun uzunluğu bura. Bura bizdə 2 pi-r'dir. 2 pi-r. Keçiş budur. Konusun yan səthinin açılışı mərkəzi 288 dərəcə. 288 dərəcə. Radiusu 25 olan, yəni eli verib bizə 25. Buranı 25 verib. Yəni konusun doğranı 25'dir. Dairə sektoru. Konusun həcmini soruşur. Konusun həcmi 3/1 pi-r kvadratı vurulsun h-dir. Və sən gözəl bilirsən ki, burada bu dairə sektorudur. Bu dairə sektorunun radiusu 25'dir. Bucağı verib 288 dərəcə. Qövsün uzunluğunu tapa bilərsin. Qövsün uzunluğunu necə tapırsan? Pi R dediğimiz 25 pi R alfa dediğimiz 288 bölünsün 180. Bu beraberdir neye? 2 pi R'e. Piler getdilər. Düzdür mü? Bir daha buradan gözəlliyi ilə ixtisar elədim mənim üçün. 40. Radius nə qədər eləyir? Radius yox, 2R 40'dır, radius 20 eləyir. Radius 20 eləyir. Option hesabladı. Radiusu 20 tapdın. Radiusu 20 tapdınsa gözəl insan. Radius 20'dirsə əgər, bax bura 20'dir. Bura 25'dir, bura 20'dir. Hündürlüyü nə qədərdir? 15. 3/1 pi R'in kvadratı. 20'nin kvadratı. 15. Bu da 5. Cavab nə qədər eləyir? 2000 pi. 2000 pi. Olur cavab. Coşu, başa düşdün ha Coşu? Ben. Bir dənə bu da gez tutulur, amma indiyə biz tutmalıyıq artıq bu söhbəti ki, konusun yan səthinin açılışından dairə sektoruna keçid.
Özün üçün nə edə bilərsən? Vərəqləri vərəqdən büküb düzəltmək olar və ya yaz ki Geminiyə, ChatGPT-yə. Bonusunu, aslını başa düşmürəm. Mənə izah elə. Gözdə tez elə yaz. Deyirəm ki, tez elə mənə izah elə. Gör nə animasiyalar verir. Onun pullu versiyaları məncə qəşəng verər. Məncə onun pullu versiyaları qəşəng verir. Aha, uşaqlar. Sonra. Müəllim 48 ya da 49-a baxmısınız? Qorxa soruşsan. Çünki 8 Sualı bitənlər gedə bilər. sualı bitənlər bəli, Nubar gedə bilər. Nubar bilirsən də səni mən qaralamışam. Sənin Müəllim canın tək olmaz. siz yox, 30 bütün yazmalısın. müəllimlərim. Hə? Tək siz yox, bütün müəllimlərim eləyib onu. Hə, bu dəfə 30. Neçə yazmısan ay Nubar? De görüm. 310-320 arası belə. Riyaziyyatdan 26. 26. Bu dəfə 30 yazmalısın. Başqa variant yox. Mən hər dərs səni nəzarət edəcəm. Bilirsən, bax valideynlə danışmıram. Hər dərs qoşulmayan kimi dərhal mesaj edəcəm. Yaxşı, müəllim, qoşulacaq. Gələn dəfəyə nəyi yazırıq? Göndərəcəm məlumat qrupa. Tamam. Sağ olun. Sağ ol. Mən də çıxa bilərəm bunda. Bəli, Səadə. Sualları bitənlər gedə bilər. Sağ olun. Sağ olun. Sağ olun. Bir dənə suallar. Bunları izah Sağ edin. olun, Olmadı, müəllim. gözəl. Sağ olun, sağ olun. Müəllim 3 dənə sualım qaldı. Baxa bilərsiniz mən də dedim. Yox, baxmıram. Baxaq. Baxaq. Hansını deyirdin? 49? Bəli, 48 ilə 49. Bir də əvvəldə 42 var idi, bayaq baxmanız. Bəli. Deməli, nə etmək lazımdır? Vaxtında qoşulmaq. Müəllim, Bəli. mən indi başqa dərsim var. Çıxsam olar, sualım bitib. Bəli, dünya, bəli. Sağ olun, müəllim. Sağ ol. Kimin sualı bitib gedə bilər uşaq? Funksiyanın törəməsinin bu nöqtədə qiymətini tapın. Abala, bu nədir? Nisbət. Nisbətin törəmə düsturunu qaytar elə mənə. U iştirik V çıxılsın V iştirik U bölünsün V kvadrat. Onda tətbiq edək. Y üstü x plus 2'nin U iştirik V çıxılsın V iştirik U. Müəllim, bunu sadələşdirmək olmaz, hə? Yox, necə sadələşdirərsən? De görüm, heçdir. Bölünsün. 3 minus y üstündə x-in kvadratı. 2'nin törəməsi 0'dır. Y üstü x'in törəməsi ilə y üstündə x. Vurulsun. 2 minus y üstündə x çıxılsın. 2 minus y üstündə x'in törəməsi. 2'nin törəməsi 0'dır. Mənfi dəyər müsbət. Olur y üstü x. Vurulsun y üstü x plus 2. Bölünsün. 2 minus y üstü x'in kvadratı. Bərabərdir. Bura olur 2 dənə y üstündə x çıxılsın. Y üstündə 2x üzərinə yazsın. Y üstündə 2x üstünə yazsın. 2 dənə y üstündə x. Bölünsün 2 minus y üstündə x'in kvadratı. Bunlar gedir. Burada olur 4 dənə y üstündə x bölünsün. 2 minus y üstündə x'in kvadratı. Gəldi bura kimi. İndi ln 3 deyil. X'in yerine ln 3 yazdılar. 4 tane y'nin üstünde ln 3 bölünsün. 2 çıxılsın y'nin üstünde ln 3'ün kvadratı. Y üstünde ln 3 3'e beraberdir. 4 tane 3 elədi 12. Y üstünde ln y əsasından 3 bu 3'e beraberdir. Olur 2 minus 3'ün kvadratı. Cavab elədi 12. Aydındır, müəllim. Dedim yəqin bunu sadələşdirmək falan var, yoxsa yox. Ver. Bura getdi, gəldi bura. Uyğunluğu müəyyən edin. Böhran nöqtəsi, törəməsi və s. və ilə axır. Birinci, sinus 3x'in törəməsi nədir abalı? 3 kosinus x. Kosinus 3x. 3 kosinus 3x. Bura getməyin. Bunun böhran nöqtəsini tapmaq istəyirsənsə, nə edirsən? Törəməni Sıfıra bərabər edirik. sıfıra bərabər edirsən.
Törəməni 0 elədik. 3-ə böldük. Kosinus 3x bərabər 0. Bunu həll elə. 3x bərabərdir pi bölü 2 üstə gəlsin pi k. 3-ə böl. Pi bölü 6 üstə gəlsin pi k bölü 3. Yazıb pi bölü 6 böhran nöqtələrindən biridir. Bəli, k-ya 0 verəndə pi bölü 6 edir. 1-ə uyğundur B variantı. Pi bölü 3 böhran nöqtələrindən biridir. Bax, bunu yoxlamaq istəyirsənsə, pi bölü 6 plus pi k bölü 3-ü bərabər eləyirsən pi bölü 3-ə. Gör, pi bölü 3 ala bilir bu. Hər tərəfi 6-ya vur elə. 6-ya vursan. 2 pi. 2 pi. K bərabərdir pi-yə. Pi-lər getdilər. K bərabərdir 2-də 1. K 2-də 1 ola bilər. Hə? Olmaz. Ola bilməz. Niyə ola bilməz? Çünki K nə olmalıdır? Hə, bəli, tamam. Tam ədəd olmalıdır. Ola bilməz. Bu getdi öz işini. 1-ə uyğundur B variantı. Yazdıq, getdi. Gəldik bura. Sinus kubu x, x kubunun törəməsindir. Orada 3 qabağa gəlir. 3 sinus x vurulsun kosinus x. Nə danışırsan sən abala? Sinus kubu x, x deyil. Ay, bu. saçdım hemen. Kosinus x kubu bir də vurulsun. İçəridəkinin kubunun törəməsi. 3x 3x kvadrat. Bunu bərabər eləyirsən 0-a. Bərabər eləyirsən 0-a. Buradan hasil 0-a bərabərdirsə Hər ikisi 0. kosinus x kubu vurulsun 3x kvadrat. Əgər hasil 0-a bərabərsə vurğuların hər birini 0 eləyirsən. Bir dəfə alırsan x-i 0. Bir dəfə də kosinus x kubu bərabərdir 0-a. Düzdürmü? Buradan x kubu bərabərdir 0-a harda alır? Pi bölü 2 üstə gəlir pi k. X kubu buna bərabərdir. Onda x bərabərdir 3-cü dərəcədən pi bölü 2 plus pi k. Düzdür? Bu da şey heç nə. Buna gedən variant yoxdur burada. Benim Bir dənə dövrü funksiya değil mi? A variantı. Dövrü funksiyalar belə olur. Y bərabərdir sinus n-ci dərəcədən kx plus b. Xətti funksiya şəklində olur. Kosinus n-ci dərəcədən kx plus b. Məsələn, sənə sual verirəm, abala. Sinus kvadratı 2x. Bunun dövrünü tap. 2 pi bölü, yok pi bölüsün k. Yani pi bölü 2. Pi bölü 2 gördün. Ama bu dövrü funksiyadır mesela. Kx plus b şəklində olanlar dövrü olur. Ama bura bax, bu dövrü funksiya deyil. Bura uyğunda A. Çünki bura bax, x kubudur bu. Kx plus b deyil. Törəməsi dövrü deyil. Üçüncünün törəməsi. Kosinus 3x'in törəməsi nədir? Mənfi 3 sinus 3x. Mənfi 3 sinus 3x. Buraya uyğunda D var yani. Bunu da 0'a bərabər edəyək. Baxaq görək. 3x bərabərdir. Sinus 0 harda alır? Pikada. Pi k. X bərabərdir pika bölü 3. Böhran nöqtələrindən biri pi bölü 3'dür. Bəli, k'ya 1 verəndə pi bölü 3 edir. Ben bir şey soruşum. Orada yazdı sinüs üstü n kx plus b. O kotanjens ve tanjensi olar bəs onun. Onlarda da elədir. Kx plus b'dir. Hı. Dövrü funksiya kx plus b şəklində olur. Mesela kosinüs x kubunda Kosinus kx x-in yok dövrü idi. yoxdur. Dövrü deyil o. Dövr olmasın ya da kx plus. Ha, başladım. Dövrü funksiya xətti funksiya şəklində. Bir de 42'ye bakın ben gedim de var. 42. Radiusu 5 olan dairə daxilinə çəkilmiş düzbucaqlardan radiusu 5 olan dairə daxilinə çəkilmiş düzbucaqlardan dairə daxilinə çəkilmiş düzbucaqlardan ən böyüyünün sayısını tapın. İstəyirsənsə ən böyük olsun, abala. Hasilin böyük olmasını istəyirsənsə, bu ədədlər bir-birinə nə olmalıdır? Yaxın.
Yaxın deyəndə bərabər də ola bilər də. Çünki kvadrat da elə nə deməkdir? Bərabər. Kvadrat elə nə deməkdir? Düzbucağı. Düzbucaqlı. Onda A B-yə bərabər olsun. Radiosu da 5'li diye bura 10'dur. Onda bura A'dır, bura A'dır, bura A kökdə 2'dir. 5 köşkdə 2 oldu. A bərabərdir 5 kökdə 2. İstəyirsən sahəni tapasan. A kvadrat. 5 kök 2'nin kvadratı. Hə, 50. Uzaq. Hə, başa düşdüm müəllim. Müəllim, yəqin ki, ən kiçiyi falan soruşmaz da. Yox, yox, yox. Ən kiçiyini heç kim tapamayacaq. Ən kiçiyi lap çox kiçik bir şey verirlər. Ondakı biz tapamayacağıq. Oldu müəllim, mən çıxa bilərəm. Ha, Sağ olun müəllim. sağ olun. Başqa sualınız var? Mən bir dənə istəyirsən ki, oxa bilərik. Hə dostum, sən hələ buradasan. Nurlan, səndən konkret olaraq dayandıram hazırlığa. Dostum, baxmayın, mənim üçün problem yoxdur. Amma konkret olaraq qardaş, 3 dəfə, 4 dəfə xəbərdarlıq elədim. Mən boş-boşuna Lan sormayın. hansı katet ətrafına fırlanırsa o hündürlük olur da mənim. Düzcanın kiçik KTT ətrafında fırlanmasından Konusu almadı. Siyasətini soruşun. Burada kiçik KTT ətrafında, kiçik KTT qoyursan burada, burada 8'dir. Onun ətrafında fırlananda konus yaranır. Fiqurun yan səthinin sahəsi. Konusun yan səthinin sahəsi necə tapılır? PRL Nə əcəb Nurlan, səndən olmayan iş. Pi, R, 8, L-dəki 10. 80. hansı katet ətrafına fırlanırsa o hündürlük olurdu mənim. Bəli. Bu qədər uşaqlar, gecəniz xeyrə. Sağ olun. Bizdən sıxırım. Sağ olun. Sağ olun, sağ olun, sağ olun.